Salam əziz müdavimlərim. Sizə test toplusu din birinci hissənin sonunda ayrılmış açıq suallara aid bir neçə nümunə izah etmək istəyirəm. Burada bizim bax 74 və 75-ci suallarımız var. Baxın. 74 və 75. 74'ü sizə saxlayacağım, 75'i mən yazacağım. Burada bizdə əbobla əköbu hesablanma qaydasını yadımıza salaq. Əköb necə hesablanırdı? Ancaq ortaq xuruqlar necə deyirdik? Çox sayda. Bir də ortaq olmayanları da yanına tamamlayırdıq. Gəlin bir ortaq vuruqlara baxaq. 5 dənə 3 burada var, bir də K var burada. 5'in üzərindən neçə gəlsəm 6 ədəd eləyər. Demək bu K'nın yerində 1 durur ki, mən 5'in üzərinə 1 gəlmişəm 6 edib. Baxıram 7 burada var, 5 dənə burada 7 var, M ədəd burada 7 var. Demək M'in qiyməti əslində 2'dir ki, 2'nin üzərinə 5 gəlmişəm, 7 üstü 7 eləyib. 11'ə baxıram, burada da var, burada da var. 11 və burada 6 ədəd 11 var. 4 ədəd burada var, P ədəd burada. Demək onda P'miz də 2'dir ki, 4 dənə 11'in üstünə 2 dənə 11 götürüb birbirine vurmuşam, üstlər toplanıb eləyib 16. Və burada ən sonuncu 13'ün üzəri 4'dür. Burada 13 var, ancaq burada yoxdur. Demək bizim n'imiz də burada elə 4'ün özüdür. Gəlin baxaq. M'imiz 2. M'imiz 2. Üstə gələk. N'imiz neçə tapmışdıq N'i? 4. K'mız 1 və P'miz 2. M'i götürdük. M2, bəli. 2, 4, 6, üstünə 1 gəldim 7, üstünə 2 gəldim 9. Demək cəm neçə olacaq? 9. Mən bunu yazdım sizin üçün, 74'ü də siz özünüz yazarsınız. Bəli, əziz müdavimlər, indi isə 71-ci suala baxaq. 70-ci sualı sizə saxlayıram, 71'i mən yazıram. Əziz müdavimlər, əbobun qaydası necə idi? Ortaq olanlar az sayda. Ortaq olmayanları isə heç vaxt götürmürdük. 3'ümüz var ortaq, 3'ümüz var ortaq. Burada 4 ədəddir, amma burada 2 ədəddir. Demək M'imiz nəymiş? 2 imiş ki, biz az olanı götürmüşük. 2'yə baxırıq. 2'nin üstü burada 7'dir. Burada N'dir. Amma əbobda isə 3 ədəd götürülür. Demək 7 çoxdur. Amma burada üstdürsə demək 7 deyil də. N'imiz 3'dür ki, 3 ədəd olanı götürmüşəm. 5'imizə baxırıq. 5'imizin üstü burada 4'dür. Amma burada K'dır. Və biz 5'ə 3 ədəd götürmüşük. Demək burada 3'dür. Və 11'i isə götürməmişik. Niyə? Çünki 11 birində var, birində yox. Qaydamızı başa düşdünüz. Əbob deyəndə az olanları götürməliyik, əköb deyəndə çox olanları. Burada çoxdursa, demək az olan hissəni götürməliyik. Demək orada olacaq 2 vurulsun 3, vurulsun 3. 2 vur 3 vur 3, 6, 18. Oy, üzr istəyirəm. 18. Bəli, əziz müdavimlər, indi isə 67-ci suala mən baxacağam. Yuxarıda 66-cı sual sizin olacaq. Diaqramda natural A ədədinin müxtəlif sadə vuruqları və onların sayı verilmişdir. A ədədi 405 və 495 ədədlərin hansına qalıqsız bölünür? Cavabımızı əsaslandıracağıq. Baxın, müxtəlif sadə vuruqlarımız 3, 5 və 11'dir. Onların sayı isə hər xəttimiz 1'ə bərabərdirsə 1, 2, 3 dənə 3'ümüz var. 8 dənə 5'imiz var. 11'imiz isə 13 ədəddir. Baxın, biz bu ədədi topluya da vurub böyük bir ədəd də ala bilərik. Ehtiyac yoxdur. Biz 405'i götürüb sadə vuruqlarına ayırarıq. 3'ə bölünər. Tez-tez ayıraq, vaxtımız getməsin. Deməli, 3'ə bölünər. 405. 135. Bir də 3'ə bölünər. 45. Bir də 3'ə bölünər. 15. 3'ə bölünər. 5. 5. Oy. Prosto biraz aşağıdan yazdım.
Option 5-ə bölünər 5, bir də qaldı 1. Və biz burada 495-i ayıraq vurublarına. 495-i bölək 3-ə qalsın 165. Bölək 3-ə 55. Bölək 3-ə 3-ə nədir? 5-ə 11. Bölək 11-ə 1. 495 götürəcəyik. Ona görə götürəcəyik ki, 3, 5, 11 və bizim bölənlərimizin içində 3, 5, 11 var. Əgər bölənlərimizin içində və ya sadə vuruqlarımızın içində həmin digər, bax bu ədədin sadə vuruqların içərisində onların soruşduğu ədədin sadə vuruqları yerləşirsə həmin ədədə bölünür. Bunu niyə götürmədik? Çünki burada 1, 2, 3, 4-dən 3 var. Bizim rəqəmimizdə 3-dən 3 var. Aydındır? Yəni bizim rəqəmimiz onların verdiyi bölənlərin sayından düz gəlmədi.